Salam, hər vaxtınız xeyir olsun. Bugün ən ideal xəmirlə pirajki resepti hazırlayıram. Həm sobada, həm yağda bişirilə bilən çox gözəl xəmirdir. Qaba 300 ml ilıq süd, 1 xörək qaşığı maya əlavə edib qarışdırıram. Üzərinə 2 ədəd yumurta, 1 çay qaşığı duz, 2 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı mayonez əlavə edirəm. Bunları da həll olana qədər qarışdırıram. Bütün ərzaqları qarışdırdıqdan sonra 7 stəkan unun üzərinə qarışımı əlavə edib yumşaq bir xəmir hazırlayıram. Xəmiri də bir gözəl yoğurub, toparlayıb üzərini örtüb qoyuram mayalansın. Xəmir mayalanarkən içlik hazırlayıram. Yağda 1 ədəd soğanı biraz yumşalana qədər qovururam. Pirajkini bugün kələmli içliklə edəcəm. Həm xeyirlidir, həm də çox dadlı olur. Soğanı bu qədər qovurduqdan sonra üzərinə kələm əlavə edirəm və yer kökü. Kələmi nazik olsun deyə tərəvəz bıçağı ilə doğramışam. Yer kökünü də rəndənin xırda gözündən keçirtmişəm. Üzərinə də duzunu əlavə edirəm ki, tərəvəzlər tez yumşalsın. Kələmlə yer kökünün tam suyu çəkilib yağa düşənə qədər qovururam ki, içlik dadlı alınsın. İçlikdə su qalsa pirajki dadlı alınmaz. Xəmir də çox gözəl mayalandı. Əlimi bitki yağı ilə yağlayıb xəmirin biraz havasını alıram. Xəmiri yağladığım masanın üzərinə yerləşdirib kündələrə ayırıram. Kündələr də hazır olduqdan sonra üzərini örtüb 10 dəqiqə kündələri də dinləndirirəm. Kündələri də 10 dəqiqə dinləndirdikdən sonra başlayıram hazırlamağa. Xəmiri biraz genişlədib içərisinə hazırladığım içlikdən yerləşdirib kənarını birləşdirirəm. Hazırladığım pirajkilərin də üzərini örtüb 20 dəqiqə bu şəkildə mayalandırıram. 20 dəqiqə mayalandırdım. Başlayıram qızartmağa. Tam sidilmiş yağda pirajkinin hər tərəfini qızardaraq qızaran pirajkiləri salfetin üzərinə düzürəm ki, artıq yağını canına çəksin. Bu qaydayla bütün pirajkiləri qızardıram. Pirajkilərin hazır şəklinə də baxa bilərsiniz. İdeal bir xəmir, xeyirli içliklə çox ləzzətli, çox gözəl pirajkilər alınır. Bəyəndinizsə hazırlayıb siz də yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun.
Resepti bəyəndinizsə, videonu bəyənərək şərh yazsanız çox şad olaram. Yeni videolarda görüşənədək sağ olun.